Değerli yurtseverler, malumunuz olduğu kimi bugün 23 Avqust 2026 yıl tarixində Tatar Qaraqanlı Qiyası İcmasının yığıncağında qərar alındığı kimi Tatar Qaraqanlı Qiyası kəndlərindən olan əzizlərimizin xatirələrini yad etmək üçün anım günü keçiririk və eləcə də qeyd olunduğu kimi sadə ehsan məclisi keçiriləcək. Həmçinin sabah, yəni 24 Avqust Seyid Hüseyin ağamızın vəfat etdiyi gün olduğundan onun da yığıncağın qərarına əsasən hər il anım günü kimi qeyd olunması qərarlaşdırılmışdır. Və bu 23 tədbirimiz təsadüf etdiyindən, yəni Tatar Qaraqanlı Qiyası kəndlərindən olan əzizlərimizin xatirələrini yad etmək tədbiri, eləcə də Hüseyin ağanın sabahkanın günlə əlaqədar məsləhətləşdi ki, bu iki tədbiri elə bugün eyni vaxtda keçirək. Bugün hal-hazırda Seyid Hüseyin ağamızın məzarı qarşısındayıq və ona Tanrıdan rəhmət diliyirik. Hamınız çox sağ olun ki, gəlib bu ziyarət tədbirində iştirak edirsiniz. Birazdan məclisimiz qeyd etdiyiniz kimi ehsan məclisimiz olacaq. Hüseyin ağa haqqında, yəni hamımız o ildən obadanlar, indi cavanlar bilmir. O uşaqlıqdan həmişə qeyd etmişik ki, Tanrının o üç kəndə, Tatar, Qaraqanlı, Qiyası kəndlərinə düzdür, həyatda müəyyən hadisələr olsa da, acınacaqlı, ağrılı hallar olsa da, ancaq o üç kəndə Tanrımızın bir neməti, bir necə deyirlər, bir payı idi ki, o uşaqlıqdan elə o kəndlərdə böyüyüb, hamı uşaqdan böyüyə onu tanıyıb və çox məqamlarda dara düşəndə cəddin köməyə çağırmışıq və eləcə də ağbirçəklərimiz həmişə ona, o gəlib Sumqayıtda yaşayandan sonra da həmişə kəndə qayıtmağını gözləyirdilər ki, Hüseyin ağamızın nəziri var, niyyət eləmişdik və belə xatirələrimiz çoxdur. Bir daha Hüseyin ağamıza Tanrıdan rəhmət diləyirik. Allah şükür ki, Tanrımıza çox şükürlər olsun ki, övladları onun yolunu davam etdirir. Həyat yoldaşı bizim bacımız sayılan abirçəyimiz Qəndar xanım çox sağ olsun ki, onun ruhunun şad olmasında, yəni həmişə necə sağlığında bu el obanın qarşılanmasında müəyyən xeyir şəhərdə iştirak ediblər. O da daha da yüksək səviyyədə təşkil edilir abirçəliyi sayəsində. Bir daha hamımız adından Tanrımıza şükürlər olsun deyirik ki, gəlib bugün biz Hüseyin ağamıza rəhmət oxuyub, onun ruhunu şad edir. İndi isə burada Tatar Qaraqanlı Qiyası İcmasının Təşkilat Komitəsinin üzvləri, eləcə də ellərimiz və həmin bu tədbirlərin hazırlanmasında Tatar Qaraqanlı Qiyası İcmasının tədbirlərin təşkili qrupunun rəhbəri Kamal bəy iştirak edir. Çox sağ olsun ki, bu hazırlıq işləri yüksək səviyyədə keçirilir və məclisimizdə davam edəcək. İndi xahiş olunur ki, indi kimin Hüseyin ağamız haqqında sözləri, xatirələri var, danışsın. Hikmət müəllim buradadır, Nazim bəy, qeyd etdiyim kimi Terif bəy, Astaqanlı bəy. Yəni qısa da olsa, elə öz xatirələrimizi səsləndirək və sonra gedib məclisimizi davam etdirəcək. Azim bəy, buyurun. Allah rəhmət eləsin Miri ağamıza. Təbii ki, Hüseyin ağanı tanıyanların hamısının yaddaşında Hüseyin ağa bir dəyərli, özünə hörmət edən, əxlaqı ilə, ədəbi ilə, ərkanı ilə nümunə olan bir kişi olur. Allah rəhmət eləsin, məkanı cənnət olsun deyir. Allah rəhmət eləsin Hüseyin ağaya. Bu elimizin cavan ağsaqqallarındandır. Allah yerini nurla doldursun. Balalarına, torbalarına ömür versin. Bu bizim hamımızın ant yerimizdir. Allah bu dünyasını versin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin, Hüseyin ağaya. Bizim elin ağsaqqalı, gözəl insan.
Allah Hüseyin Hamza rəhmət eləsin. Allah qurban olduğum nə qismət edibsə, gözəllik övladlarına qismət eləsin. Çox sağ olun. Allah rəhmət eləsin birimizə. Elə dünyasını dəyişməklə də burada hamını yığışmağı, başına yığmağı elə böyük bir işdir. Allah yerini dəyişdirməsin. Allah rəhmət eləsin. Ben bayaqdan biraz tez gəldiyimə görə burada uşaqlıq xatirələrimdən sonra onunla olduğum yoldaşları müəyyən fikirlərimi bölüşmüşəm. Əlavədə olaraq mənim qardaşım, əsas dostum, uşaqlıq dostum, nə bilim. Allah Teala'dan Hüseyin ağama rəhmət diləyirəm. Yerdə qalan övladlarına can sağlığı, uzun ömür, ailəsinə səbir diləyirəm, bacıma uzun ömür diləyirəm. Allah Teala bunları salamat eləsin, ağama bir daha ruhu şad olsun. Allah mirimizə rəhmət eləsin, Allah Teala onun məkanı cənnət eləsin, Allah Teala onun cəddi sayəsində bütün elimizi, obamızı, Qəndab nənəmiz necə ki, biri ilə kəndə gəlirdi, indi balalar ilə o kəndə gəlib, həmişə biz onu o kənddə yad edirik. Allah rəhmət eləsin, məkanı cənnət eləsin. Allah rəhmət eləsin. Allah sağ olun. Cənnət olsun. Hörmət şairimiz Zəlimxan Yaqub yazır ki, addımları ağır gördüm, adamları fağır gördüm, neçə nəmli cığır gördüm qəbristana gələn yolda. Qəmsiz bircə baxış yoxdur, sevinc adlı naxış yoxdur, giriş varsa çıxış yoxdur qəbristana gələn yolda. Ah qalxır aha qovuşur, ağır seygaha qovuşur, insan Allaha qovuşur qəbristana gələn yolda. Bəli, bu gündə giriş olub çıxışı olmayan, sevinc adlı naxışı olmayan bu məkanda mirimiz başda olmaqla bütün həmkətlərimizi, burada dünyasını dəyişmiş həmkətlərimizin hər birinə Allah Teala'dan rəhmət diləyirəm. Mənim də həmişə ayağım bura düşəndə, inanın ki, doğmalarımın qəbrini ziyarət edəndə o qəbrini tanıdığım elimizin, obamızın, insanların da məzarı önündə ayaq saxlayıram. Onların da xatirəsini yad etməyə özümə borc bilirəm. Bilirsiniz niyə? Çünki mən onların timsalında insanın əyilməsini görmüşəm. Dözümün, dəyanətin, gücün görmüşəm. Görmüşəm ki, insan nə qədər əzab-əziyyətə, sıxıntıya məruz qalsa da son anda yenə əyilməyə bilər, sınmaya bilər, öz gücünü, dəyanətini göstərə bilər. Bilirsiniz də, keçən əsrin 90-cı illərində elimizdən, obamızdan didərgin düşüb çöllərə səpələndiyimiz bir vaxtda, zamanın, vaxtın sıxıntılarla, ehtiyaclarla üstümüzə gəldiyi bir vaxtda, onların əksəriyyəti öz ailə üzvlərlə birlikdə balaca bir yataqxana otağında yaşamağı qohum, qardaş, oğul, qız qoltuğuna sığınmaqdan üstün tutdular. Yarı ac qarına, yarı toq qarına yurt həsrəti yaşaya-yaşaya, vətən təsbih çəkə-çəkə yaşamaq uğrunda mübarizə apardılar. Əgər ona yaşamaq demək mümkün isə. Özdə hamımızın xatirimizdədir. Zaman elə bir zaman, vaxt elə bir vaxt idi ki, Allah Teala təkcə bizi yurt itkisindən, torpaq itkisindən yox, həm də ölkəmizə çörək qıtlığı ilə üzə qoymuşdu. Gündüzlər Bakının, Gəncənin, Sumqayıtın, Nəvahinin, Qaradağın, Gəncənin isti soyuna tab gətirə-gətirə işləyib, gecə saat 2-də 3-də gelib çörək növbəsinə deyirlər ki, balaları məktəbə az getməsin. Bax, bütün bu əzab-əziyyətə sinə gələ-gələ onlar bir-birinə ləyaqətli, tərbiyəli övladlar böyüdüb bu vətəni ixtiyarına verdilər. Mən inanıram ki, həm şəhərlərimizin ruhu dolaşan, həm də burada dünyasını dəyişmiş əzizlərimizin ruhu dolaşan o torpağımıza qayıtdan sonra da o torpaqda elə quruculuq işlər aparmalı, o torpağı elə qrup yaratmalıyıq ki, düşmənlərimiz kafandan, Gorustan, Siyandan üzü baxabağında qrup yaratdıqlarımız, əkib becərliklərimiz onlara göz yaşı olsun. Mən bu tədbirin təşkilatçılarına bir daha minnətdarlığımı bildirirəm. Bütün dünyasını dəyişmiş əzizlərimizə, Evropa cəmaatımıza Allah Teala'dan rəhmət diləyirəm. Allah bütün dünyasını dəyişmiş əzizlərimizə rəhmət eləsin. Birimiz başda olun.
Seyit Mürsəyin ağamızın həyat yoldaşı Qəndəb xanımı. Çox sağ ol Rafael qardaşım. Allah Mirinin elini obasın, həmişə var eləsin, əziz eləsin. Onlar Mirini necə əziz tutursa, Allahın nəzəri həmişə onların üstündə olsun. Miri bizim üçün həmişə əzizdir, əziz də olacaq. Diriliyi nə qədər əzizdir, ölülüyü ondan 1000 qat əzizdir. O bir dəqiqə, bir saniyə, bir an bizim yadımızdan çıxmayan bir şəxsiyyətdir. Sağ olun, var olun. Allah hamımızdan razı olsun. Çox sağ olun. Hüseyin ağamızın övladı xanım. Hörmətli tədbir iştirakçıları, çox sağ olun. Əziz elimizin, obamızın sakinləri, təşəkkür edirik ailəmiz adından gəlmişsiniz. Hər dəfə, yəni dəfələrlə bu məclisləri təşkil edirsiniz. Atamın anım günü, ölüm günü ziyarət edirsiniz. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Allah o yurtda dünyasını dəyişən hər bir həmkətlimizin ruhu şad olsun, yeri cənnət olsun. Allah hamısına rəhmət eləsin. Çox sağ olun. Atam da bizim üçün çox dəyərli bir şəxsiyyət olubdur. Yəni onun qoyduğu izlə getmək bizim ailənin, onun övladlarının, nəvələrinin şərəf borcudur. Və mən hər dəfə bunu demişəm, yenə deyirəm ki, mən bir şeyi dərk elədim ki, atamın dünyasını dəyişəndən sonra bir şeyi dərk elədim ki, bu həyatda necə yaşayırsansa, elə də dünyanı da dəyişirsən. Və bu gün də bunun bir daha sübutunu görürəm. 2 il bundan əvvəl bizim üçün dünənki, sabahki gündən ağır bir günümüz oldu. Çox çətin oldu. Ondan sonraki günlər də bizim üçün çətinlidir. Bu bizim özümüzün hər bir kəsə aid olan mənəvi bir borcumuzdur. Amma yenə də çox sağ olun. Bugün ki siz mənim atamı belə yad edirsiniz. Onun sizin yanınızdan hansı xatirələri olduğunu, necə əziz bir xatirələri olduğunu bizə göstərirsiniz. Bunun özü bizim üçün çox böyük bir təsəllidir. Çox sağ olun, var olun. Yanan ayaqlarınız var olsun. Allah köməyiniz olsun. Bu tədbiri də təşkil edən kənd cəmaatına minnətdarıq, təşəkkür edirik. Allah bütün dünyasını dəyişənlərimizə rəhmət eləsin. Ağamızın kiçik övladı. Mən də hamınıza sağ ol deyirəm, təşəkkür edirəm. Çox sağ olun, əziz olasınız. Atama da Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Hanımlarımızdan sözü olan var. Allah rəhmət eləsin. Mürsəyin ağamızın övladı Rəşad bəyimizin. Bugün bu tədbir təşkil olunub bizim Erlobanın ümumi belə deyək, dünyanın köçənləri qrupu qarşısında Allah cəm öyrənəmizə rəhmət olsun. Burada yığışan insanların bilirik ki, hər birində bu ikilər olub, ata, oğul, qardaş, bacı, ailə itirənlər var. Hər birinə cəmi bu eldən oğulan gedən, cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Ağa mənim üçün bir başqaydı, artıq 2-ci ildir mən onsuzam. Bugün də onun yoxluğunu qəbul edə bilmirəm, Allaha acıq getməsin. Yəni, bir istəyirəm ifadəmə görə həzm edə bilmirəm. Çünki mən atalıqdan öncə mən onu dostum kimi sevirdim, qardaşım kimi sevirdim. Yoldaş idik, dost idik. O mənim üçün, mən hələ bu günə qədər deməmişəm, Allah adama rəhmət eləsin. O mənim üçün yaşayır, qəlbimdədir, xatirəmdədir. Mən hər dəfə onu canlandırıram. Yenə də onu canlandırıram ki, atamın canlandı olsun. Allah cəmi elimizdən, obamızdan köçən insanlarımıza rəhmət eləsin. Qəbirləri hamısının nurla olsun. Mən də bütün elə obaya, mən hər dəfə bunu təşəkkür edirəm ki, ağamı yad edirlər. Atamın bir sözü vardı, o həmişə deyirdi ki, mənim il eləyən el obadır. Yəni mənim elim obam olmasaydı, mən biri olmazdım. Allah hamımızdan razı olsun. Minnətlərim təşəkkür edirəm. Çox sağ olun. Bəli, biz də Tatar Qaraqanlı qiyas icması olaraq iştirak edənlərin hər birinə və orada tədbirimizin birinci hissəsidir. Ziyarət elədik, ikinci hissəsi İhsan Məclisi ilə başlayacaq. Bütün Tatar Qaraqanlı qiyaslı kəndlərdən olub, orada rəhmətə gedən və yurt həsrəti ilə burada qaçqın, məcburi qaçqınlıq yerlərində məskunlaşıb həyatlarını dəyişdikləri müqabilində biz onları
xatirələri yad edəcək və öz xatirələrimizi danışmaqla, bildirməklə və gələcək işlərimiz barədə də öz fikirlərimizi səsləndirməklə, müəyyən qərarlara gəlməklə məclisimiz davam edəcək. Bir daha Tatar Qaraqanlı Qiyaslı icması adından hər birinizə təşəkkür edirik və Tanrımızdan Hüseyin ağamıza rəhmət dilirik. Bəli, qeyd olunduğu kimi o cismani aramızda yoxdursa da biz inanırıq ki, onun arzularını biz bu dünyada və gördüyümüz işlərə o ruhən də Tanrımızın dərgahında öz köməkliğini inanırıq ki, göstərəcək və görülən nəzərdə tutduğumuz işlərdə uğurla nəticələnir. Bir daha çox sağ olun. Bununla tədbirimizin birinci hissəsi başa çatır. İndi gelin məclisimizdə hamımız birlikdə iştirak edirək və məclisimizə davam etdirək. Allah rəhmət eləsin. Hamınızın gününüz uğurlu olsun, sevinçli olsun. Çox sağ olun. Bugünkü məclisimizdə gəlib iştirak edirsiniz. Yurtseverler, bir daha təşəkkür edirik bugünkü tədbirimizə qatıldığınıza görə. Məlumunuz olduğu kimi Tatar Qaraqanlı Qiyaslı icmasının keçirdiyi yığıncağın qərarına əsasən Tatar Qaraqanlı kəndlərindən olub dünyasını dəyişən əzizlərimizin xatirələrini yad etmək və eləcə də elimizin, obamızın Seyidi Hüseyin ağamızın anım günü ilə əlaqədar bu iki tədbiri bir yerdə keçirdik. Hüseyin ağamızın anım günü sabah olduğuna görə tədbirimiz də bu günə təsadüf etdiyindən məsləhət oldu ki, bu iki tədbiri birlikdə keçirək. Bir daha Tatar Qaraqanlı Qiyaslı icmaslarından hamımıza təşəkkür edirik, tədbirimizə qatıldığına görə. Ona görə də bir daha belə necə deyirlər, kədərli günlərimiz, tədbiri qaçqınlıq günlərimiz geridə qalsın və qalır da Allahın köməkliyi ilə yolumuz açılır. Bir o gün olsun ki, elimizdə olmamıza qayıdıb, orada belə sevincli günlərimizi birlikdə qeyd edir. İndi isə məclisimizi açıq elan edirik. Tatar Qaraqanlı Qiyaslı icması adından bu tədbirin hazırlanmasında Təşkilat Komitəsinə, Qadınlar Şurasına, Gənclər Şurasına və kəndlər üzrə qrupların rəhbərlərinə, eləcə də tədbirlərin təşkili qrupunun üzvlərinə icmamız adından və sizin adınızdan təşəkkür edirik. Çox sağ olsunlar ki, belə tədbiri hazırlayıblar və məlum olduğu kimi bir ay bundan əvvəl imkanı olanlarımızla birlikdə Seyid Hüseyin ağamızın məzarını ziyarət etdik və onun ruhuna dualar oxuyub, öz xatirələrimizi danışıb, indi məclisimizin ikinci hissəsinə başlayıb. Məclisimiz aparmaq üçün hər bir kənddən, yəni Tatar Qaraqanlı Qiyaslı kəndlərindən Səxavət müəllim, Xəqani bəy, eləcə də İlkin bəyimiz məclisi aparacaqlar. Məclisimizdə hələ öz xatirəsini danışa bilər. Əsas məsələ odur ki, bundan sonra, yəni burada qayıdış yolunda indiyə kimi gördüyümüz işlər, məlumunuz olduğu kimi birbirimizə nail olmuşuq, uğurlarımız var, tədbirlərimiz keçirir. Əsas məsələ bundan sonra nə eləmək istəyirik? Bax, elə o təkliflərimizi də istəyərdik dinləyək. Xahiş olur kimin nə təklif olsa burada səsləndirsin və icma olaraq biz də onları nəzərə alıb, qərarlaşdırıb, həyata keçirməyinə çalışalım. İndi isə məclisimiz açıq elan olunur, qeyd etdiyiniz kimi, indi məclisimizi aparıcılar açarlar və sözləri deyirlər və sonra mollamız Yasin surəsini oxuyar. O görür ki, o əzizlərimin ruhuna Yasin surəsini oxuyar, söz işini tutaraq və ona icazə verərək gedər, biz öz işimizi davam etdirək. Buyurun. Tədbir iştiraklarının hamısını sağlamlayıraq, hamısının günümüz sağlamlayıraq və həmçindəki bizim o ev obamızda, burada rəhmətə gedənlərimizə, Allah bütün ölənlərimizə rəhmət eləsin. Və arzu edirəm ki, biz bir olaq ki, birlikdə o kəndə evimizə, obamıza qayıda bilək. Və biz öz birliyimizi neçə il bundan qabaq, yəni bu işləri təşkil eləmişik, göstəririk.
və gələcəkdə də arzulayıram ki, bir olar. Və birlikdə qayıda biləlim kəndlərimizə. Sağ olun. Hər vaxtınız xeyir olsun. Düzdür, mənim üçün biraz çətindir yaşlı insanlarla, ağsaqqallarımızla bir sırada əyləşmək, amma mənim üçün fəxrdir və buna fəxr duyuram ki, mən də bugün kənd cəmaatının adından danışmaq hüququna malikəm və bugün burada olmaqdan da çox xoşbəxtəm. Baxmayaraq ki, biz kəndimizə uşaq vaxtı gedirdik, orayla bağlı xatirələrimiz var, orayla bağlı bölüşəcəyimiz çox şeylər var, amma orada yaşadıklarımız azdır. Amma bununla bağlı, kəndimizlə bağlı, Qiyasi ilə bağlı, Tatarla bağlı, Qaraqoyunla bağlı çox şeylər biz var. Həm uşaqlıq xatirələrimiz, həm orada yaşadıklarımız, həm orada yaşlı insanların eşitdiklərimiz. Və mütəmadi olaraq mən 2 gün bundan əvvəl Rafael mənlə danışanda bir məsələyə toxundum. Dedim, çox istəyərdim ki, kəndimizlə bağlı müəyyən xatirələri bir bu günlərin müasirlikdir, artıq bir fləşqədanmı, bir diskləmi, bir kitab formasında bunu yazıraq və heç olmasa bu yaşlı insanların xatirələrində olanlar silinməz. Və bu günlər o yaşlı insanların xatirələrində olanlar, kəndimizlə bağlı yaşananlar, kəndimizlə bağlı deyilən o xoş günlər, xoş xatirələr və kəndimizin yetişdirdiyi, baxmayaraq ki, 3 kəndimiz balacadır, 3 kəndimizin insan sayı da azdır və bura 3 kəndin yetişdirdiyi şəxsiyyətlər var ki, bəlkə də onun böyük bir rayon, bəlkə də onun böyük bir şəhər yetişdirə bilir. Və çox təəssüflər olsun ki, həmin şəxsiyyətlər bu günləri bizim yalnız paylaşdığımız bu telefonda olan müəyyən qruplarda yığışıb qalır və bu ictimaiyyətə açıqlanmır. Və çox istəyərdim ki, insanlarımız öz, belə deyim, nəslindən olanların, öz ailəsində olanların, həmin o insanlar haqqında qısaca da olsa qruplarda məlumatlar paylaşsın və oradan biz götürək istifadə edək. İndi müəyyən məsələlərdən sonra, indi yəqin ki, bu dünyası dəyişən insanların ruhuna oxunan dualardan sonra mən bu barədə söhbətlər edəcəyik və hamımızdan, hər birinizdən, burada iştirak edənlərdən yəni sıxılmasınlar. Kim ürəyində nə sözü var, kim nə demək istəyirsə, kim o kəndlərlə bağlı deyəcəyi nə varsa, hamısı rahatlansın, biz də bunlardan heç olmasa istifadə edək, gələcək nəsillər üçün nəsə çatdıralım. Çox sağ olun. Əziz yoldaşlar, əziz həmkəndlilər, bugün burada yığışan bütün həmkəndlilərimizi bir daha salamlayıram. Sağ olun, var olun. Mən xüsusilə burada iştirak edən qızlarımızı, bacılarımızı, həmkəndlərimizi, həmçinin cavan ikən ağsaqqallaşan həmkəndlərimizi görürəm. Həm də başqa cür çıxmasın, qonşu kəndlərdən də burada iştirak edənləri görürəm. Qonşu Xocahan kəndindən, hətta Zəngilanın Kenli kəndindən, hamımızın Mamasoğlu dediyi Osman, Uruz burada iştirak edirlər və heç də bu kəndlərimizi bizdən əksik istəmir. Sağ olsunlar ki, bizi bugün burada təqdiməmizlə burada iştirak edir. Mən elə bilirəm ki, sonra söhbətlərimizin sonunda davamımız olacaq. İndi isə Molla qardaşa söz verək, öz fikirlərini bildirsin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Es-salatu ve selamu ala khayri halqihi Muhammed ve alihi teyyibine tahirin. Ve la'netullah ala a'dahim ecmain. Allah Teala Adem Aleyhisselam'a buyurdu ki 4 tane şey var. Biri sana aittir, biri bana aittir, biri her kimize aittir. O her kimize ait olan biri budur ki ben senden dua etmektir, benden kabul edemektir. Şimdi biz bu günləri her şey Allah'ın elindedir ve Allah Teala'dan temenni edirik ki Allah Teala devletimizi kudretli, adaletli eylesin. Allah Teala torpaqlarımızı, müstəqilliyimizi möhkəm eylesin. Düşmənlərimizi, erməniləri zəlil-i xar eylesin. Ve Allah Teala sülh-ü əmnamanlığı bərqərar eylesin. Allah Teala cəmi
torpaqlarda şəhid olanlarımızın ruhlarını şad eləsin, məqamlarını uca eləsin, ruhlarına bir salavat hədiyyə edirik. İnşallah Tatar Qaraqoyunlu qiyaslı kəndlərində cəmi dünyadan gələn o gözəl insanların ruhları şad olsun, bir salavat hədiyyə edirik. Allahümme sallallahu Muhammed. Xüsusən də Peyğəmbər nəsli olan cəmi seyidlərimizin və xüsusən Mürsin ağanın, İbrahim oğlunun ruhu şad olsun. Allah onu uca eləsin, məqamı həmişə yüksək olsun, ruhuna salavat ediləyək. Allahümme sallallahu. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Yasin sallallahu aleyhi ve alihi ve sellem vel Kur'anil hakim. İnneke leminel murselin ala sıratin müstakim. Tenzilel azizir rahim litunzile kavmen ma unzile abâuhum fehum gafilun. لقد حق القول على أكثرهم فهم لا يؤمنون إنا جعلنا في أعناقهم أغلالا فهي كالأذقان فهم مهون وجعلنا من بين أيديهم سدا ومن خلفهم سدا فأغشيناهم فهم لا يبصرون وسواء عليهم أنذرتهم أم لم تنذرهم لا يؤمنون إنما تنذر من اتبع الذكر وخشي الرحمن بالغيب فبشره بمغفرة وأجر كريم. إنا نحن نحيي الموتى ونكتب ما قدموا وآثارهم وكل شيء أحصيناه في إمام مبين. واضرب لهم مثلا أصحاب القرية إذ جاءها المرسلون إذا أرسلنا إليهم اثنين فكذبوهما فعززنا بالثالث فقالوا إنا إليكم مرسلون قالوا ما أنتم إلا بشر مثلنا وما أنزل الرحمن من شيء أنتم إلا تكسبون قالوا ربنا يعلم إنا إليكم لمرسلون وما علينا إلا البلاغ المبين قالوا إننا المبين. Tatar kəndinin, Qaraqoyunlu, Qiyaslı kəndinin, xüsusən Mürsin ağanın və onun timsalında cəmi seyidlərin ruhları şad olsun. Allah təala onları uca eləsin, Allah onları əhli qələb eləsin, Allah onları Peyğəmbər əhli beytə yaxın eləsin. Allah təala qanunlarımıza hamıza can sağlığı versin. Allah sizin gələn ömrümüzü, keçən ömrümüzdən xeyri eləsin. Allah təala sizlərə nimətlər, müşafatlar versin. Allah Teala bütün belaları üstümüzden, torpağımızdan uzak eylesin. Allah askerlerimizi düşman güllesinden korusun. Allah şehitlerimize rahmet eylesin. Ve bi hakkı suretil Fatiha. Allah cəmiyyət rəhmət eləsin, ruhları şad olsun, Allah sizdən də razı olsun ki, belə gözəl məclis qurmusunuz, yad eləmişsiniz dünyanın gözəlləri, Allah qəbul eləsin məclis. Çox sağ olun. Tatar Qaraqoyunlu Qiyaslı İcmasının təşkil etdiyi 23 avqust 2026-cı il Anım Günü tədbiri iştirakçılarının yurttaş və yurtsevərlərə müraciəti. Dəyərli yurttaşlar və yurtsevərlər, məlumunuz olduğu kimi doğma yurda qayıdış yönündə dövlətin böyük qayıdış proqramlarına dəstək və bu yöndə müəyyən hazırlıqlar görmək məqsədi ilə 17 sentyabr 2022-ci il tarixində Tatar Qaraqoyunlu Qiyaslı İcması yaradıldı. Tatar Qaraqoyunlu Qiyaslı İcmasının əsas məqsədi 30 ildən çox müddətdə dağınıq halda məcburi köçkün həyatı yaşayan yurttaşlarımızın birliyini təşkil edib, yurda qayıdış yönündə bircə fəaliyyətə nail olmaqdır.
Bu birliyə 2023-cü ildə keçirilən Novruz bayramı şənliyində nail olunaraq bir çox uğurlar əldə edildi. Bundan sonra da nəzərdə tutulan işlərimizə tövsiyələr vermək və iştirak üçün doğma yurtdan və əslən ora bağlı olan ağsaqqallara, ziyalılara, necə deyirlər, vəzifəli, vəzifəsiz, imkanlı, imkansız, böyüklü, kiçikli hamınıza müraciət və xahiş edirik. Belə bir tarixi anda doğma yurda olan bağlılığımızı unutmayaraq, yurda valideynlərimizə övladlıq borcumuzu qaytarıb, ulularımızın və şəhidlərimizin ruhlarını şad edə bilərik. İnanırıq ki, bu tarixi şansdan düzgün yararlanıb, birlikdə doğma yurda alnı açıq, üzü ağ qayıdacaq. Dəyərli yurttaşlar və yurtsevərlər, bugün də Tatar Qaraqoyunlu Qiyaslı kəndlərindən olub, rəhmətə gedənlərin və icmanın işlərinə dəstək göstərənlərin, rəhmətə getmiş əzizlərinin xatirələrini yad etmək və Seyid Mürseyin ağanın anım günü, yəni 24 avqust 2024-cü ildə vəfat edib. Tədbirini birlikdə keçirməklə sadə, yəni dediyimiz kimi, belə sadə ehsan məclisi təşkil edilməsi birliyimizin təzahürüdür. Bu yöndə işlərimiz davamlı olmaqla yurda qayıdış zamanı bir çox işlərimizi indidən həll etmiş oluruq. Bugünkü sadə ehsan məclisi bəyənildiyindən bunun məcburi köçkünlük zamanında tətbiqi obyektiv səbəblərdən mümkün olmur. Ancaq doğma yurda qayıtdıqda isə tətbiqi mümkün olduğundan elə bir gün tarixi qərar qəbul etməklə, elə bugün tarixi qərar qəbul etməklə səmərəli bir iş görmüş olarıq. Belə ki, doğma yurtda həyatın bərpa olunduğu gündən etibarən hüzur məclislərinin belə sadə təşkil olunmasını təşkil edib, bütün yurttaşları buna əməl etməyə çağırırıq. Bugünkü tədbirin aşağıdakı qəbul etdiyi qərar müraciətin tətbiqinin həyata keçirilməsi üçün hər birinizi fəal yardımcı olmağa çağırırıq. 1. Tatar Qaraqoyunlu Qiyaslı kəndlərinin bərpa və yenidən qurulması ilə məskunlaşma anından hüzur məclisləri sadə formada çay, halva, şirniyyat, zəruri halda pendir çörək verilməklə təşkil edilsin. Yəni bu formada. 2. Məsləhət olunduğu halda az məbləğdə, yəni indiki baxımdan götürsək, 5-10 manatda belə azeyin. Yəni o da necə deyirlər, o məclisə gələnlərin siyasi tutulmaq ki, yəni kim iştirak edib o məqsədlə edilməsi, gələnlərin siyasi tutulması ilə məqsədə uyğun sayılsın. 3. Hər il 24 avqust əzizlərimizin anım gününü sadə ehsan məclisi keçirməklə də, yəni belə imkan daxilində. Kimi qeyd edilsin, yəni hər il 24 avqustda da, indi tədbirləri birlikdə keçirdik, 24 avqustda indi imkan olacaq bu şəhərdə nə qədər varıq belə məclislər olmaz. Məsələn, gedib, necə deyirlər, ruhlarına bir yasin oxuturmaqla da qeyd etmək olar. Amma kəndə qayıtdıqdan sonra orada əlbəttə ki, bu çox, necə deyirlər, sadə formada olacaq, keçirməyə imkan olacaq, hamı bir yerdə olacaq. Ona görə də bu müraciətin qəbul olunmasına, yəni bu qərarların dediyimiz kimi, burada yox, şəhərdə yəni mümkün deyil. Amma kəndə qayıtdıqdan sonra belə sadə məclisləri, ehsan məclislərini keçirmək olar. Yəni buna etiraz yoxdur ki, bu müraciətimizə. Qəbul edək ki, hər il 24 avqustda əzizlərimizin anım gününü qeyd etmək. Necə ki, Novruz bayramı keçirdik, ildə bir dəfə də yığışıb, belə əzizlərimizin ruhlarına bir dua oxutduraq. Qəbul edək bu müraciəti. Etiraz yoxdur ki, çox